Keçdik 328-ə. Birinci ədədi 2-yə bölüb, üzərinə 10 gəldiyimiz zaman ikincidə də alınır. Baxın, birinci ədəd, ikinci ədəd. Birinci ədədi 2-yə bölüb, üzərinə 10 gəldiyimiz Allah. Müəllimlər, gəlin birinci ədədə 2x deyək. Bunu 2-yə böləndə x eləsin. Üzərinə 10 gəldiyimiz zaman da ikincidə də alınır. Yaxşı. Və bunların cəmi 46 edir. Başlayaq. X bərabərdir 12. 2-ni 12-yə vururuq 24. 12-nin üzərinə 10 gəlirik, müəllimlər 22. Bunların fərqini istəyir. 24-dən də 22-ni çıxıram. Bu deyir 2. Cavabımız Y bəndində. Növbəti 329 nömrəli tapşırığa keçid alaq. Yaxşı. 2 qabda cəmi 50 kiloqram düyü var. Baxın, 1, yenə də 2. Burada yazırıq 50. Birinci qabda ikincinin 2 mislindən 10 kiloqram az. Deməli, ikincidə x olsa 2 vur x 10 kiloqram az. Çıx yazırıq. Və bunları yenidən cəmləyib bərabər edirik 50-yə. 2x-nə x toplasaq 3x. Onu da aparıram digər tərəfə. 60-ı da müəllimlər 3-ə bölürük. X deyir 20. X 20-dirsə bizdən birincini istəyir. 2 vur 20 çıx 10. Bu deyiləcək müəllimlər 30. Cavabımız da D variantında. Keçdik. Növbəti sual. 330. 3 dost pul yığıb 10 manata bir top aldılar. Yaxşı müəllimlər. Deməli, 50 Ramindən 60 qəpik çox. Baxın, 50-dir, Ramindir, bir də Rüfətdir. 50 Ramindən 60 qəpik çox. Onda 50-yə x plus 60 yazıram. Rüfətdən 1 manat az. Baxın, 50 Ramindən 60 qəpik çox. Rüfətdən 1 manat az. Onda Rüfətdə nə qədər olacaq? 50-dən 1 manat çox. Yəni üstə gəl 100. Və nəticə etibarilə bunlar 10 manata bir top aldılar. Onu da qəpiyə çevirsəm eləyəcək 1000. Deməli müəllimlər, bunların cəmi bərabər olacaq 1000-ə. X eləyəcək 3x, 60 üstə gəl 60, 120. 120-nin də üzərinə 100 gəlirik, 220. 3 vur x bərabərdir. 1000-dən çıxırıq müəllimlər 220-ni. 3 vur x bərabərdir 780. 780-i də müəllimlər bölürük. 780-i bölürük 3-ə. X də bərabər olur 260. 2 manat 60 qəpik. İndi 260-ın da üzərinə 60 gəlsən bu eləyəcək 320. Yəni 3 manat 20 qəpik. Cavabımız da D bəndində.